Naxçıvanın Çufa rayonu yaxınlığında yerləşən Əshab-ı Kəhf mağarası əsrlərdir əfsanələr və sirlərlə dolu bir məkandır. Rəvayətə görə bütpərəstlərdən uzaqlaşan 7 gənc bu mağaraya sığınıb və burada 300 ildən çox yatıb. Ayıldıqları zaman isə artıq başqa bir dövr başlayıb. Bu hadisədən sonra Əshab-ı Kəhf müqəddəs ziyarət yerinə çevrilib. Hər il ölkənin dörd bir tərəfindən insanlar buraya gəlib niyyət tutur, qurban kəsir. Damcıxanadan axan sudan içərək dua edirlər. Mağara Naxçıvan şəhərindən cəmi 12 kilometr aralıda Culfaya gedən yolun yaxınlığında yerləşir. Dağın ətəyində çıxan radonlu mineral su isə müalicəvi xüsusiyyətləri ilə tanınır. Deyilənə görə bu su revmatizm xəstəliyi üçün şəfalıdır. Əsrlər keçsə də Əshab-ı Kəhf bu gün də inancın və möcüzənin simvolu olaraq sirli tarixi ilə insanları heyran etməyə davam edir.